Dostudur ki dostun açır sirrini. Ləman, haçansa dalastıq, sirrimi açarsan. Konuşuna ölmürəm. Sənin başım. Amma mən açmaram. En büyük sırrımı deyərəm. Çox yedim. Arkadaş, Deyərəm ki, sevərim həmişə sərət qatır. 100%'a düşəndə sevər. hə? O nə deməkdir? Telefonu qoyur sərət ki, az mən səninlə sirrini bilirəm. Yoxdan ki, sirrim yoxdur. İndi gəcədə bir dənə sirrim olub, götürdüm. Yığdım Yox, sənə dedim. demərəm, mən TikTok tanır ki, mənim elə şeyim yoxdur. Bir gün kavga etsek bir de barışalım, tamam mı? Mutlaka. Lütfen gülümü ok getirmeyi unutma. Bu günleri hatırla, tamam mı? O zaman gelirsin kapıya. Əvvəl o xasiyyətim var idi. Dalaşanda uşaq kimi idim də, xasiyyətim uşaq kimi idi. Yaş keçdikcə bax insan irəliləyir, kimə kim olub. Məsələn 20 neçə yaşlarımda tamam elə bilirdim ki, kimləsə dalaşanda o mənə desin, mən ona deyim, o mənə desin, mən ona deyim. Sonra yaşım 30'u keçəndən sonra Uşaq sən necə olmuşam? Dalaşanda belə kimisə reaksiya vermirəm. Kimisə nəyinisə biləndə belə demirəm. Uşaq elə şeyim yoxdur. Əvvəl uşaq, yəni yaşımdan Mən bilirsən, əvvəl olub, amma indi yoxdur.